Bir dənə sualım var sizə. Aranızda məni indiyə qədər görən olub, üzü tanış gələsiniz birlikdə. Harada görürsünüz? Instagramda görürsünüz. Başqa var? Buyurun. Ya TikTok ya Instagramda. Hə, yetəri qədər vaxt keçiririk də orada, düzdür. Ona görə ola bilər. Dostlar, mən başda vurgular İqtisad Universiteti məzunu olan bir aktörüm. Hal-hazırda aktörlüklə məşğulam və bu qərarıma, bu ixtisası seçmək istəməyimə 2020-ci ilin yanvar ayında Pərviz müəllimlə tanış olandan sonra qərar vermişəm. Bəlkə də siz Pərviz müəllimlə özünüzdən xəbəri yoxdur, amma mən o təlimdə iştirak edəndən sonra gördüm ki, mənim tüklər demiş, o taraflarda bezim yoxdur. Yəni, mühasib ya da iqtisadçı ya da hər hansısa bir oturaqlı iş rejimi, ümumiyyətlə, yaradıcılıqdan uzaq olan hər hansısa bir peşə ilə mən pul qazansam, bu mənim üçün bir qəfəs olacaq.